Şirvan şəhərində yerləşən Milli Qəhrəman Rəfail Həbibovun adını daşıyan 14 nömrəli tam orta məktəbdə şəhidin anadan olmasının 62-ci il dönümünə həsr olunmuş tədbir keçirilib. Tədbirdə məktəbin müəllim və şagird kollektivi, həmçinin ictimaiyyət nümayəndələri iştirak ediblər. Əvvəlcə şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, ardından Azərbaycan Respublikasının dövlət himni səsləndirilib. Çıxış edənlər Milli Qəhrəman Rəfail Həbibovun həyat və döyüş yolundan bəhs edərək onun vətən uğrunda göstərdiyi şücaətin gənc nəsil üçün örnək olduğunu vurğulayıblar. Bildirilib ki, qəhrəmanlarımızın xatirəsinin yaşadılması, onların ideyalarının gələcək nəsillərə ötürülməsi hər birimizin borcudur. Tədbir çərçivəsində şagirdlər tərəfindən vətənpərvərlik mövzusunda şeirlər səsləndirilib, ədəbi, bədii kompozisiyalar təqdim olunub. Şəhidin həyat və fəaliyyətini əks etdirən köşəyə baxış keçirilib. Bugün biz büyük gurur ve minnet hissiyle Azerbaycan'ın milli kahramanlarından İngilizce tedbirimizi Azerbaycan Respublikası'nın devlet himniyle hazırladık. Aprel ayının ikisində Əlbayramlı şəhərində anadan olmuşdur. O təhsil illərində özünü bacarıqlı bir şagird kimi göstərmiş, yoldaşları və müəllim kollektivinin dərd hörmətini qazanmışdır. Təhsil illərində idmana və ibtidai hərbi hazırlıq fənninə böyük maraq göstərmişdir. Hərbi xidmətini Baltik ətrafında keçirmiş, gizli rütbəsinə kimi yüksəlmişdir. O sonra isə Leningradda, Sankt-Peterburgda hərbi məktəbini bitirmiş, leytenant rütbəsinə layiq görülmüşdür. O, qardaşı Cəbrayıl'la Əfqanistan döyüşlərinin iştirakçısı olmuşdur. Azərbaycan Respublikasının ərazi bütövlüyünün qorunması məqsədi ilə 1992-ci ildə Qarabağ gedir və o ilk günlərdən təcrübəli zabit kimi döyüşlərə atılır və bu zaman Təzəkər, Narıncılar, Çapar və s. kimi kəndlər qrupunda gedən gərgin döyüşlərdə iştirak etmişdir. Və bu döyüşlərdə bir çox kəndi erməni ucuzlardan xilas etmişdir. Kəlbəcər döyüşü o, Rəfail Həbibov Kəlbəcər döyüşündə böyük şirkətlik göstərmişdir. Mühasirəyə düşən kəşfiyyatçıları xilas edərkən düşmənlə qarşılaşır və bu zaman düşmənin PM-24 maşın heyəti ilə birlikdə onları məhv edir. 1992-ci il iyul 6-sında cəbhədə həlak olan cəsədləri gətirmək üçün yoldaşları ilə birlikdə yola düşür və bu zaman o döyüşdə aldığı yaradan 1992-ci il iyul 7-sində qəhrəmancasına şəhid olur. Azərbaycan Respublikasının prezidenti 1994-cü il avqustunda onu Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyünün qorunmasında böyük igidlik və şücaət göstərdiyinə görə Azərbaycanın milli qəhrəmanı adı verilir. Vaxtı ilə oxulu 14 saylı tam orta məktəb indi isə onun adını daşıyır. Çox qəhrəmanların vaxtında sözlər veriyorlar. Bunlardan qısa bir əməliyyat barəsində danışacağım. Hansı ki, axırıncı əməliyyatlarda Rəfail şəhid oldu. Düzdür, Rəfail ondan qabaq da bu qızdəşə Allah haqqı biz bir yerdə qurulunu oynamışdık. Bir şüşürdə Rəfail desant mübahisədə bunu öyrənirlər, kəşfiyyat. Biz raşid mübahisədə. Amma bir yerdə bir-birimizi görürdük ya, bu xat səbəsi hücuma keçmişdi, bir şülə. Sərkədə döyüldü, ürəyin alov kimi, qorxmadın ahdımların bu ölümün üstündən. Bir bayrağı uğrunda verdin zadını sən, adın çevrildi bu xalqdan uca sözünə. İndi sən alın hər bir azad
isə qəhrəman Rəfail Həbibovun əziz xatirəsi daim xalqımızın qəlbində yaşayacaq. Kanal 21 olaraq bütün şəhidlərimizə Allahdan rəhmət diləyirik. Dəyanət Kərimov, Zəhra Kələndərova, Şirvan, Kanal 21.